Evdən iş qururam, part 4. Hər kəsə salam. Bugün sizlərlə birlikdə bu dovşanı və bu geyimi bu şarın içərisinə yerləşdirəcəyik. İlk öncə şarı dartıb elastikləşdiririk və bir dəfə doldurub boşaldırıq. Daha sonra kəsimini edib oyuncağa və geyimə ip bağlayırıq. Bağladıkdan sonra yerləşdiririk şarın içərisinə. İçərisinə saman da əlavə edib şarın kəsiyini bağlayıram. Burada artıq hissələri kəsirəm və şarımızı doldururam. Şarı doldurub ağzını möhkəm bağladıkdan sonra keçirik qutusunun bəzənməsinə. Bəzək olaraq qutunun içərisinə belə tül əlavə etdim və içərisinə saman yerləşdirdim. Müştərinin istəyi ilə qutunun içərisinə müxtəlif növ şirniyyatlar, şokoladlar və s. əlavə etmək mümkündür. Bu hədiyyə yeni doğulmuş körpənin yaxınları tərəfindən xəstəxana çıxışı üçün sifariş olunub. Sizcə necə alındı? Bu tip videoların davamı üçün məni izləməyi unutmayın. Hələlik!